Değerli izləyicilərim, necəsiz? Bu günlərim sizə bir şad xəbərim var. Bu günlərim 4000 saat tamam elədim və birinci mərhələni keçdim. İndi qalıb pul qazanmaq üçün 2 mərhələ keçməliyim. O da ki, harasa bir ay falan olmalıdır da, yəni necə deyim, yəni pul qazanmam açılsın. Hələ yəni var, 1-2 ay belə var. Amma bu gün çox sevinirəm. Çünki pul qazanma ən azından 4000 saatı keçmişəm. Allahın izni ilə keçdim. Çox sağ olun. Bu yəni yolda mənimlə bir addımlayan dəyərli izləyicilərim olubdu. Allah onların hər birindən razı olsun, var olsunlar. Məni tək qoymadınız. Mənlə bərabər siz də bu uğuru siz də qazanmış oldunuz. Çox sağ olun, var olun ki, mən bu yolda tək qoymadınız, mənə dəstək oldunuz, abunə oldunuz, like atdınız, bol-bol şərh yazdınız, videoya ən əsas axıracan baxdınız. Elə izləyicilər var idi ki, evdə 200 dənə telefonla mənə dəstək olurdu. Ya belə tək olurdu. Allah hər birindən razı olsun, var olsun. Allah ruzunuzu bol eləsin, başınızdan çəksin hər zaman. Ailəvizlə xoşbəxt olun. Xoş günləriniz bol olsun hər birinizin. Düzdür, pis yazanlarda olur da, ev yox, zərəli yoxdur. Bu günlərim yəni elə bir şey danışmayacağım. Allah hamının canını sağ eləsin. Çox sağ olun, çox sevinirəm. Bu yolda mənə dəstək olduğunuz üçün. Allah hər birinizdən razı olsun bir daha. Və necə deyim, səhər durdum. Neçə günlük daxı olmurdum. Yəni baxırdım 3600, elə bir ki 20 canlı yayımın bağlanmış deyənə gec gedirdi. Amma səbr elədim. Dedim Ləman, səbr elə, yaxşı olacaq. Buradan gəlmisən, eybi yox. Buradan sonra da Allah qoysa izləyicilərlə bərabər inşallah göydə Allah yerdə izləyicilərin sənə kömək olacaq ki, rəsən. Nə yaxşı ki varsınız, öpürəm hər birinizi, əlbəttə ki bacılarımı, dəyərli izləyicilərim var olasınız. Sizə nə qədər təşəkkür etsəm azdır, belə deyim. Bunu necə deyim, daha gözəl etmək istəyirdim. 4000 saatı demişdim ki, canlı tort fırərik falan. Canım hel olduğuna o ürəyimdə qaldı. Amma inşallah canım açılsın. 80 gündür. Yəqin ki, inşallah ona can pul qazanmam aktivləşər. Mən daha belə gözəl bir şeylər eləyərəm. Fikrimdə var. Mən əvvəlcən demək düşmür zaten. Haçaq deyirəm, alınmır. O dedim 2000 olun tort eləyim, dişimin ağrısına ölmüşdüm. Mən deyirəm, məndə düşmürdü. O demək düşmür. İnşallah ki, gələcəkdə yaxşı planlarım var. Yəni inşallah əsas 4000 idi, 4000 keçdim. İndi qalıbdı ikinci mərhələ. Prosta şəklini niyə qoymadım bura? YouTube nəsə deyir, təzə şey aktivləşdirilir algoritma. Onun üçün qoymadım ki, hələ qoy inşallah təsdiqlənsin. Bu barədə 4000 saat barəsində belə istəsəz əlavə məlumatlar verə bilərəm. Prosta indi deyirəm təsdiqlənsin, indi ziyanı eləyər nəsə atqaz gedər deyənə. İndi ya 2 həftə, 3 həftə, ola bilər 3 gün ərzində, 5 gün ərzində o ikinci gedəcək. İkinci növbə deyirlər, nə deyirlər bilmirəm o. Üçüncü növbəyə keçəcəm. Opşum hələ ikinci deyəm, gözləyirəm. Yazmışam, göndərmişəm, Gmail gözləyirəm. Gmaildən mesaj, təsdiqlənmə mesaj gəlməlidir. Sonra ən əsas mənə lazım olan, çox xahiş edirəm, videolarımı axıracan başa sevinərəm. Çünki səhifəmdə əgər $10 qazanmağa başlasam tezliklə, bu əlbəttə ki, ikinci mərhələ təsdiqlənəndən sonra. Yəni, bəlkə də bu videom kəşfətə inşallah düşər, bu baş çıxanlar olar. Çox xahiş edirəm, yəni olur da kanal, necə deyim, daha da baş çıxanlar olur. Aparanlar o, sırf kanal üçündə, yəni vloglar çəkənlər olur. İkinci növbədəyəm, elə bir ki, bugün keçmişəm də. Mən haçaq oradan məsələn tez bazar keçə bilərəm. O qədər səbirsizliklərəm. Çünki özünüz də görmüsünüz, gecələr yatmırdım, canına at, video paylaş. Yəni çox səbirsizəm də o cəhətdən ki, bizdə üçə keçsəm, yəni $10 qazanıb ondan sonra 3-cü növbədə
məktub gələcək mənə Gmail-lə. O da 2-3 həftə çəkir, belə deyir. Prosta əsas indi bu dəqiqə əsası ikinci növbəyə keçməkdir, təsdiqlənməkdir. O da AdSense olan açdım, elədim. Bu yolda uğur qazanmaq istəyənlər, 4000 saat keçmək istəyənlər, Allah arzularınızı çatdırsın. İnşallah ki, tezliklə siz də açarsınız, Allah qoysa, Allah hamıya nəsib eləsin, istəyənlər hər birinə nəsib eləsin. Yəni belədir. O görə belə təmtəraqlı belə bir vlog eləmədim. Dedim hələ birdən ola bilər də, yəni təsdiqləməyə də bilər, açılmaya da bilər. 800 elə ki, çox yavaş eləyir. Gərək mən prosta bunu sizdən gizlətmək istəmədim. Bu yolda siz mənə dəstək olmuşsunuz. Göydə Allah yanıbdır. Bir Allah, ikiniz də siz mənə dəstək olmuşsunuz. Onun üçün də yəni sizdən gizlətmək istəmədim. Dedim, qoy dəyərli izləyicilərimə də bölüşün, deyim. Çünki, necə deyim, yəni sizlə bölüşənlər üçün, necə deyim, xoş sevinclərimi falan, hamısın. Onun üçün dedim, qoy sizə deyim, sizin də xəbəriniz olsun. İnşallah ki, gün o gün olar, deyərəm ki, bacılar, artıq təsdiqləndi və pulumu çıxartmağa gedirəm. Və gözəl bir dənə elə ürəyimdə var, qəşəng bir vlog çəkmək var. İnşallah ki, olar Allahın izni ilə. O günlərdə görərik. İnşallah ki, canım açar, canımda da istəyirəm o. Ürəyimdə qalıb, amma o eləyəcəm inşallah. Canım açardan sonra Allah qoysa, onu da eləyəcəm Allahın izni ilə. Çox sağ olun, var olun. Allah razı olsun hər birinizdən. Çox danışdım. 6 dəqiqə, bu video 11 dəqiqəlik olacaq. Burada da uşaqlara günorta yemək eləyirəm. Bunu internetdə gördüm, TikTokda gördüm, səhv eləmirəmsə. Dedim, qoysunum, görüm necə bir şeydir. Amma adı elə belə yumurtadır, yuxadır, vəsiyo. Yəni, çox da belə dadlı bir şey deyil. O, hələ pişməyibdir, indi pişəndən sonra da çəkərəm. Amma mən bilən onun 6 yandı, çünki iyi gəlir. 800 də qoysam da iyi gəldi. Əslində 800 yəni bişirmir, soyudur da, o 800 olsa da yəni bişirmir o. 1200 bişirir, 800 soyudur. Yəni söndür deməkdir. Yəni o 200, 400, 800 bişirmir. 1200-ə elə demək oldu, nə oldu bilməm. Gərək mən buna parçoqaya qoyardım. O bananlı falan vardı, bir yaxşı əks eləyirdim onu. Səhv elədim, zərərli yoxdur. İlk dəfəm idi. Elədim, heç olmaz. İnşallah gələcəkdə daha yaxşılarını eləyərəm. Allah qoysa. Bunu da deyim, çoxdandan da yemək vlogu kimi çəkmirdim. Dedim, qoy olsun. Yemək vlogu kimi olsun. Bu xalça yumuşam, bunu da deyim. 2 dənə, bir balaca mətbəxin xalçasını yudum. Bir də ki, oturduğumuz evin xalçasını yudum. Dedim, qoyuyum, rahatlaşım. Çünki çoxdan da gözümə oturmuşdu onu yumaq. İstəyirdim yuyam. Mətbəx nədir? Hamam dar olduğuna yuya bilmirdim onu. Amma məcburiyyətdən yudum. Mamam gilə yumaq istəyirdim. Bir türlü getmək mənə qismət olmadı mamam gilə o xalça yumağa. Onun üçün deyim, elə qoy vaxt gedir. Yay çıxır artıq. Bu ilə avqustun 25-idir. Onun üçün dedim ki, qoy hazır yuyum, qurusun. Sentyabrda falan deyirəm, yağış falan yağıb eləsə. Nuş olsun, Dərya. Çünki qurmaz evə nəsər eləsin. Öncə nuş olsun, tərişmiş olsun. Necə qəşək. Əslində, aziyədən bəri tökdüm, şampun tökdüm, qap şampun tökdüm, saç şampun tökdüm, paraşotdan başqa hər şey tökdüm. Çünki paraşotu tutarıb, bu günlərim inşallah tökmək istəyirəm. Bəlkə də sabaha ola bilər. Alışveriş vlogu açdım. Yəni, evdə lazım olanların da alışveriş deməli, dəyərli izləyicilərim, xalça yuyuram, xalçaları da doğrusu yuyuram. İstəyirəm ki, inşallah, qışa da üzü soyuğa sərəndə təmiz olsun. Düzün desəm, dar idi deyənə bu yekəni yumaq istəmirdim burada. Mamam gildə yumaq istəyirdim. Mamam gildə həyət evi idi, mütləq idi.
Mənə indən belə Mütləq deyənə ona deyirlər ayaqlı daşa. Nəsə elə idi. Hə. Steven orada parfüm gördüm ki, daha vaxt yoxdur. Çox vacibdir, yəni axıracan baxsaq olmur da, yəni getmək mümküniyyəti yoxdur. Onun üçün dedim elə qoy burada da yuyum. Eyb yoxdur, harda olsa güzdən yuyacam indi. Baxın da görüm yuyuram. Hə, uzun sözün qısası. Göstərirəm ki, qoyuram. Bir sizlə yuyuram. Paraşok var, paraşokum qutarıb deyil, qap şampunundan yuyuram. Hə, düzəldərəm indi. Valla bu paraşokdan yaxşı düzəldərəm. Mən də tərsini görsən, o doxaltıyıma yeri. Çəkəm, gördüm ki, yox, o damdardır. çəkə bilmirəm burada. Hə, gördüm ki, yox, çəkmək olmur. Qəşəng, amma həqiqətən baxın ilahi. Hələ mən sərəndən sonra gördüm ki, tam qəşəng. O mən istəyən kimi təmizlənməyib də. Belə o dərəcə təmiz olmadı xalçam. Amma heyl əziyyət çəkdim, inan Allaha mən ona. Belə heç nə. Yuyum ondan sonra sizin çünki belə tripod da bura soxmaq olmur. O qədər dardır ki. Amma çox istəyərdim ki, yüyə sizə göstərəm. Həm də mən içəri olsun. Prosta olmadı, eybi yox. Zərər yoxdur. İnşallah böyük evim olanda Allah qoysa xalçaları yuyanda. Hələ də xalça göstərirəm. Sizinlə bərabər yuyarıq. Ki, belə yuyuram. İstəmişdim ki, xalça yuma vlog eləyəm. O da gördüm, yox, alınmır. Dedim, zərər yoxdur.